Bilmirəm, Arif dedi, nəsə belə bir ad dedi. Sonra komandirim ona danışmaq istəyəndə o artıq tutuldu, başladı erməni nəsə dedi. Qaçdı yuxarı qaçanda gördü yuxarıda da 2 nəfər var. Amma şəhid olanda son özünü səciyyəyə vermişdi yəqin ki. Sağ tərəfimizdə 2 erməni formasında uzanmışdı. Keçdik bunları. Keçəndən sonra arxada İmişlidən döyüş yoldaşı Mayralı Sərban. Görür ki, bunların biri tərpənir. Başını qaldıranda Sərban vurdu onu. O qədər güllə atdılar, o qədər top atdılar. Həmin qüllə silkələnirdi. Çox böyük bir qüllə silkələnirdi. Biraz gərməni boşaldır. Minamyot tərəfindən atdı, snayper tərəfindən 2 dənə əl qumrasını çəkdi və qaçdı, düz atdı həmin ermənilərin döyməçisini. Mən Salayev Rauf, Yasəroğlu Lənkəran şəhər sakini. İlk öncə Baldaşmov, bizim cənab generalımız şəhid oldu iyul ayında və hamımızda bu çox böyük bir acı təəssürat buraxdı. Mən də digər Azərbaycan vətəndaşları kimi iyul ayının 16 saatlıq getdim özümü hərbi komissarlıqda adımı yazdırdım qeydiyyata. 72-ci adam idim orada. Amma zəng gəlmədi mənə. Bəlkə də yaşımın çox olmağı ilə bağlı idi. Çünki çağırış 35-ə qədər idi. Avqust ayında bir zəng gəldi mənə. Bir xanım idi, danışdı. Filan hansı kriteriyalar, hansı dillər bilirsiniz, kompüter bilirsiniz filan. Nə bilim, hələ başlamamışdıq. Bu suallar verdi. Dedi, xanım siz məni işə götürürsünüz, yoxsa müharibəyə göndərirsiniz? Dedi, seyr, sadəcə biz kriteriyalar üzrə bilməliyik ki, kim nə üzrə mütəxəssisdir. Dedim, başa düşdüm. Dedi, sizin əlaqə saxlayarıq. Nəysə, avqust ayı bitdi, sentyabr ayının əvvəli keçdi, sentyabrın 21-i artıq müharibənin artıq qığılcımları səp edir. 21-i çağırmadılar, 27-si çağırmadılar, çağırışlar var idi həmin günlərdə. Təbii kimi Azərbaycanın hər bir yerində olduğu kimi Lənkəranın hərbi komissarlığı da dolu idi, insanlar axını var idi, hamı can atırdı. Dedim ki, bəs mənim adım 70-ci növbətçidə dedim ki, mənim adım 70-ci adamdır, bəs mənim orada adım var. Baxırlar, hərbi biletimiz 85 təvəllüdür, yəni pəcat vurmurlar. Möhür vurmurdular. Nəysə, uzun təkiddən sonra axır bir zabitlə danışdım ki, bəs mən zaten gedədim. Çünki mən dedim, həm tibbi sahədə biliklərim var, mən özüm raketçi olmuşam, mən nəsə bir şey eləyə bilərəm, gedirəm. Və xahiş edirəm, mənim adımı siyahıya salın. Və adımı siyahıya saldılar və möhür vurdurandan sonra artıq gəldim evə. Çünki heç kəsin xəbəri yox idi mənim getməyimdən, bu adımı yazdırmağımdan. Ağlaşma oldu, təbii şey, yəni normal bir şeydir. Mən dedim ki, ağlamayın. Əgər şəhid olub gələrsəm, o zaman ağlayarsınız. Heç o zaman da ağlamaya ehtiyac yoxdur. Çünki vətən uğrunda şəhid olmaq böyük bir şərəfdir. Və sentyabrın 29-u yola düşdük. Səhər saatlarında gəldik Ağcabədi rayonu Ensaylı hərbi hissəyə. Həmin hərbi hissədə təlimlər keçdik. O üzrə silahlar üzrə döyüşəcəkdik. Həmin silahlar öyrədildi bizə. Artıq oktyabrın 1-i biz döyüş atıldıq. Artıq Füzuli istiqamətlərində idik. Bizim komandirimiz var idi, əslən Qubadan olan polkovnik leytenant Rəşad Quliyev. Çox gözəl zabit idi, çox gözəl insan idi, qayğıkeş zabit idi. Səhər tezdən qayıtdı dedi ki, inşallah torpaqlarımız adlı olsun, Şuşanı da azad eləyəcəyik inşallah. Bu güc ki, deyir, görürəm, bu biz toplaşmışıq, bu qələbəni görürəm, mən hiss edirəm. Özü kəşfiyyatçı idi və sağlıq olsun, hamımız qalib gələk, yığacam sizi Qubada bir yerdə oturacaq, çörək yeyəcəyik. Və biraz da inan verdi bizə, ümid verdi bizə. Amma o zabitimizin nə yatmağını, mən nə yemək yeməyini şəhid olana qədər görmədim. Çox gözəl insan idi, qayğıkeş zabit idi. Və ayın 3-ü, ikisi axşam çağı biz yola düşdük Lələtəpə istiqamətinə. Gəldi, həmin vaxtda çox bərk yağış yağırdı. Yağış yağırdı, bu yağış da bir Allahın lütfü idi bizim orduya. Çünki susuzluqdan biraz əziyyət çəkirdik. Həmin torpaqlar biraz isti vaxtları idi. Yağış yağdı və yağış amma həddindən artıq çox yağdı və bizim Lələtəpədə səngərimizi su içində idi. Minamyot atırdılar, ermənilər minamyot atırdılar. Biz görmüşdük minamyotu. Amma gecə saatlarında ilk atışı idi onun. Həmin vaxt gecə saatlarında gördüyüm atış. Çünki gecə saatlarında o qədər də hücum eləmirdilər ermənilər. Əsasən düzdür, səhər yaxın hücum edirlər kəşfiyyatçılar onların. O vaxtda biz daha oyaq olurduq. Təbii ki, yatmağı artıq unutmuşduq. 2 saat cəmi, 24 saatın cəmi 2 saatını yatırıq. O da növbəli şəkildə təbii ki.
Gecə saatlarında atışma başladı. Yanımda bir leytenant var idi, Ülvi. Şəhid oldu. Soruşdum ki, bəs komandir nə atışmalar aşağıda? Dedi ki, atışmalar iki tərəf döyüşür. Və biraz keçdi üstündən, gördü üçüncü tərəfdən dəstək var. Fikirləşdim ki, yaxud bu iki tərəf ermənilərlə bizimkilərdir. Bəs üçüncü tərəf kimdir? Nəysə, gözlədik, biraz keçdi atışma səhərə yaxın. Hava artıq 5 saat falan olardı saat. Hava açılana yaxın gördüm posta yaxınlaşan var. Komandir dedim ki, komandir posta yaxınlaşan var, bu bursa istiqamətdə. Komandir səngərdən tullandı çölə və parolu soruşdu. Parolu dedilər. Yaxınlaşanda gördüm ki, həmin komandirin polkovnik Rəsquliyev. Təkcə mayoru götürüb, heç bir əsgəri oyatmadan 2 nəfər gəliblər bizim orduya dəstək verməyə. Və artıq gördüm ki, mən hansı zabitin qorumasındayam, hansı zabitin dəstəsindəyəm. Bu mənim üçün böyük bir fəxr idi. Onun ləqəbi canavar idi. Artıq yola düşdük biz Cəbrayıl istiqamətinə. Ayın 4-ü Cəbrayıl mərkəzinə çatdıq. Cəbrayıl mərkəzinə çatanda ermənilər yenidən minatanlarda atəşə tutdular. Çünki biz maşınla getmirdik, maşınları vururlardı. Yəni biz ayaqla bütün yolu qət eləmişik. Füzulidən Cəbrayıla kimi, Dağdərə ilə. Və minatanlardan atəşə tutdular bizi. Komandirimizin istiqamət verdiyi, istiqamətdə mövqeyləndi. Maksimum dərəcədə bizi qorumağa çalışırdı. Deyir, mənə qulaq asas, burnunuzun ucu da qanamayacaq. Tək mənə qulaq asın. Çünki döyüş bilən zabitlikdən kəşfiyyatçı idi. Və Cəbrayıl mərkəzinə yaxınlaşdı artıq Dostluq bulağının yaxınlığına və gördük bizim xüsusiyyətlər onların əziyyəti danılmazdı, böyükdür. Və Cəbrayıl mərkəzinə artıq ələ keçirdilər və qalxdılar Azərbaycan bayrağını taxdılar. Orada bir Dostluq bulağının yanında bir 2 mərtəbəli bir kafe minədir, belə bir şey var idi. Qalxdılar onun üzərinə bayrağı taxdılar. Və bayrağı taxan kimi ermənilər bunu gördülər və təzədən minatanlardan atəşə tutmağa başladılar. Xüsusiyyətlər bizə yer göstərdi ki, filan yerdə müəyyən qədər qala bilərsiniz, həmin yer vurulmur. Belə də elədik, təbii ki, onlar döyüşün hər bir şeyini bilənlərdir. Və təqribən 1 saata yaxın atəş davam elədi. Daha sonra sakitləşdi. Artıq ilk əməliyyata qalxdıq. Oktyabr ayının 5-də gecə hava qaralmışdı artıq. Komandirimiz Rəşad Quliyev dedi ki, ürəkli oğlanlardan kim varsa gəlsin məndən. Kimisi seçib aparmırdı. Çünki o özü bir məsuliyyətdir. Kimsə şəhid olar. Yəni o elə bir vicdanlı komandir idi ki, o ağrını daşımağa çətinlik çəkərdi. Kim ürəkli gəlsin. Kim vətəni qorumaq sevirsə, yəni nə istəyirsə, hazırdırsa gəlsin. Qalxdıq yerimizdən. Dedi, çox qalxmaq lazım deyil. Yanımızda filan pulemyot olsun, snayper olsun və atıcılar olsun. Və irəliləyirik. Ermənilərin yaxınlığında hərbi hissəsi var ora. Təbii ki, çox ordunu ermənilərin o digər döyüşlərini, xüsusiyyətləri məhv eləmişlər artıq. Gedə-gedə yolda görürdük bunların hamısını. Yaxınlaşdıq hərbi hissəyə. Hərbi hissəyə yaxınlaşanda səs gəldi hərbi hissədən. Komandirimiz nəsə dedi. Qapıda bir aşağıda, birinci blokda biri qalmışdı. Bilməm, Arif dedi, nəsə belə bir ad dedi. Sonra komandirim ona danışmaq istəyəndə o artıq tutuldu, başladı erməni nəsə deməyə. Və komandirimiz ki, atəş sərbəst. Və atəş açdıq həmin yerə. Atəş açdıq, qaçdı yuxarı bu. Qaçdı yuxarı qaçanda gördük yuxarıda da 2 nəfər var. Onlar pəncərədən atlana bilməz, çünki artıq hündür mərtəbədədir. Və bizim atəş səsimizə xüsusiyyətlər gəldilər, yaxınlaşdılar. Dedilər, artıq gedin, bura bizdədir. Biz gedib onları götürəcəyik. Və irəlilədik, hərbi hissənin içinə girdik. Qapıda qıfıl var idi, zəncir edəmişlər. Hərbi tabor komandirimiz Rəşad Quliyev qıfılı qırdı və biz yuxarı qalxırıq təpəyə. Təpəyə də növbəli şəkildə qalxırıq, çünki hər bir şey ola bilər. Yəni, xüsusiyyətlər düzdür, əməliyyat aparsa da orada yenə hər bir şey ola bilər, gizlənənlər ola bilər. Komandirimiz buna bizə izah eləmişdi. Qalxırıq təpəyə, növbəli 3 nəfər qalxır, 3 nəfər, sonra belə hissəli şəkildə. Və hələ mən gözləmədəyəm qalxmaq üçün, aşağıda təpənin orta hissəsindəyəm demək olar ki. Və orada hərbi hissədə pəncərədən baxanda gördüm bir qırmızı işıq var, nəsə. Düşündüm, yəqin xüsusiyyətlərin kimsə siqaret çəkir, yanarsa. Sonra diqqətlə baxanda gördüm ki, istiqamət dəyişəndə lazer işığı kimi görsəndi. Və artıq bildim ki, bu snayperdir. Və uşaqlara sakitcə məlumat verin ki, komandirə yuxarıda olanlara məlumat versin ki, snayper var. Biz sakit qalxdıq yuxarı, mövqeyləndik, həmin gün və çiskin yağış yağdı. Növbəli şəkildə biz posta durmuşuq. Komandirimiz yəni təbii kimi yatmır, sadəcə bizim növbələrimizə fikir verir, dəyişir.
və bizim digər dəstəmiz, bölümümüzün digər dəstəsi artıq ermənilərin atışmadadır. Biz növbəni gözləyirik ki, onlar əgər hücum güclü olarsa biz müdaxilə edək. Atışma hardasa təqribən 1 saat yarım atışma çəkdi o dəstəmizin. Onlar artıq bizdən biraz çox aralıdır, yəni yerimizə müdaxilə edə bilmirdik. Dağaşıb getməli idik. Və səhərə yaxın oldu. Səhərə yaxın artıq ermənilər də orada aşağıda qalan ermənilər digər dəstəmizi vurmuşdu və yerimizə qayıtdıq ki, biz sursat filan götürək. Digər dəstəmizlə bir yerdə. Gəldik, biz islanmışdıq. Komandirimiz tələb elədi ki, deməli, geyim gəlsin filan, papaq, əlcək, belə şeylər. Və biz əyin başımız dəyişdik, islanmışdıq deyə. Ondan sonra oktyabr ayının 6-sı, sabahsı günü Xüsusən Həyatlarının əfsanə taboru şəhid olduğu bir yer var idi. Qüllə Dibışqa kimi tanınırdı, qüllə. Həmin qüllə strateji bir yerdə idi. Zəngilandan Qubadlıya gedən yolun üstündə idi Cəbrayıldan və ermənilərin hücum olmuşdu. Çox təəssüf, əfsanə taboru şəhid eləmişdilər və ayın 6-sı bizə göstəriş gəldi ki, ora qalxın. Biz qalxdıq ora, komandirimiz yanımızdadır. Ermənilər bunu gördülər, minatanlardan atəşə tutmağa başladılar. Həmin atəş zərbəsinin altında biz irəliləyirik həmin verilən istiqamətə tərəf. Artıq düşdüyü bir dərəyə tərəf getdik ki, minatanlar oranı vura bilmirdi. Komandirimiz təbii ki, o dediyim kimi kəşfiyyatçı hər yer ərazini bilir deyənə. Rahat elə yerlə bizi apar ki, bizə bir şey olmasın. Və gedərkən sağ tərəfdə bir əsgərimizi gördüm. Şəhid olmuşdu. Səcdə vəziyyətində şəhid olmuşdu, üzü üstə. Elə də qalmışdı. Namaz qılarkən? Bilmirəm, bəlkə də yox, şəhid olan momentində, anında orada yəni namaz qılmırdı bəlkə də. Çünki görünüş o deyildi. Amma şəhid olanda son özünü səzliyə vermişdi yəqin ki. Yəni şükür edir ki, bu torpaq üzərində mən belə düşünürəm, mən olsam belə eləyərdim ki, şükür edirəm ki, bu torpaq üzərində şəhid oldum. O vəziyyətdə şəhid qalmışdı. Ya Allah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Başqa bir şəhidlərimiz də var idi, amma gedəndə bizdən sağ tərəfdə biz dəstə olaraq gedirik. Təqribən bir 10-15 nəfərlik dəstək sağ tərəfimizdə 2 erməni formasında uzanmışdı. Keçdik bunları. Keçəndən sonra arxada İmişlidən döyüş yoldaşı Maylav Sarban. O görür ki, bunların biri tərpənir. Başını qaldıranda Sarban vurdu onu. Sarban vurdu onu. Yaralı erməni. Bir yaralı erməni idi, bəli. Yəni döyüş təzə vaxtlar idi. Döyüşün təzə gedən vaxtlar idi. Və başını qaldıranda Sarban vurdu onu. Sarban vurdu onu, biz irəlilədik yenə təbii ki, qalxdıq həmin qülləyə və Xüsusən artıq oradaydılar. Xüsusən yaralı vermişdilər, yaralıları var idi. Bizim komandir qoymadı, Rəşad komandir qoymadı bizə ora girməyə. Dedi, siz mövqeylənin aşağıya, düz aşağıya baxın, gələn olsa vurun. Mən girib yaralını çıxaracam, lakin Xüsusən yarasını çıxaracam. Komandirimiz ora girəndə artıq ermənilər min atanlarından atdılar həmin nöqtəyə və komandirimiz orada şəhid oldu, Rəşad Quliyev. Və komandirimizi itirdik döyüşün ilk günlərində. Çox ağır bir şeydi biz üçün. Və həmin anda xüsusiyyətlərdən orada var idi, onlar bizə göstəriş verdilər, artıq deyir ki, bəs komandirimiz şəhid oldu. Mövqeyləndirdilər bizi və mənə də bir mövqe verdilər. Qüllənin aşağısı betonlanmış bir sahə idi və hissə-hissə lapatka ilə özümüz üçün səngər qazırıq ki, balaca, kiçik bir səngər ki, mövqeylənən və düşmənə tərəf. Səngəri qazandan biraz qazdım, beton idi, çox çətin idi qazmaq. Dayandırdım qazmaq. Oturdum yerimdə, silahımı aldım əlimə. Sonra elə bir ki, kimsə mənə dedi ki, biraz da qazmaq lazımdır buranı. Mən qalxdım səngərdən. Lapatkanı vuranda, balaca lapatka idi. Lapatkanı vuranda gördüm, daş var, bir tikə daş, nazik beton. Onu çevirmək istəyəndə gördüm altında ilan qıvrılıb. Elədim ki, bəs burada belə bir şey var. Bəlkə onlar gəldilər, zərərsləşdilər, daşı çevirdilər, avtomatla öldürdülər, ilanı tulladılar qırağa. Və biz təzədən yəni döyüşə davam elədik. Artıq həmin
qüllədə yaşananlar dəhşət idi. Yəni gecənin o vaxtında elə bir günəş çıxmışdı. Yəni ermənilər halbuki biz onları gecə məhv eləmişdik bir gün sabahsı onlara bu qədər dəstəyin hardan gəlməsi maraqlı idi Cəbrayılda. Yəni Araza yaxın idi. Və həmin qüllə dağılırdı sanki. O qədər güllə atdılar, o qədər top atdılar. Həmin qüllə silkələnirdi. Çox böyük bir qüllə silkələnirdi. Güllənin yağışından itiraz edilir, işıq saçan güllə, onların yağışından elə bir gün çıxmışdı. Çox dəhşət bir yer idi. Bizi düşürtdülər aşağı, göndərdilər Cəbrayıl mərkəzinə yenində. Maşınlara mindirdilər. Cəbrayıl mərkəzinə göndərdilər. Və artıq bizim xüsusiyyətlərin necə böyük çətinliklə üz-üzə olduğunu orada mən düşündüm, gördüm. Və onlar hansı eşqə malikdirlər, hansı şücaətə malik olduqlarını orada gördüm. Və bizi qaytardılar Cəbrayıl mərkəzinə. Sonra komandirimizin nəşini gətirdilər, göndərdilər arxaya. Və səhər saatları oktyabr ayının 7-si. Oktyabr ayının 7-si də çox ağır idi. Daha ağır idi. Və ermənilər əks-hücum təşkil etdilər Cəbrayıl mərkəzinə. Erməni tankları. Xüsusiyyətlərimiz tankları zərərsizləşdirdilər. Həm mina atanlar, həm tankların zərbəsindən. Yəni, qaçılmaz bir yer idi ora. Və mən təbii ki, bir tankın içində gözümün qabağında biri yandı, şəhid oldu. Sabirabaddan Bağırov Süleyman bölüyümüzün təlim-tərbiyə üzrə komandiri idi. Onun üstünə minamyot düşdü. Digər döyüş yoldaşlarım da şəhid oldu. Təbii ki, mina atan elə bir şey ki, minamyot belə deyirlər. Elə düşür, o bilinmirsən kimin üstünə düşəcək, hansı istiqamət düşəcək. Onlar da şahmat formasını atırlar. Biri bura düşsə, bir başqa yerə atırlar, bir şahmat formasını. Amma döyüş gedə-gedə öyrəndik ki, əgər bir yer vururlarsa, ikinci dəfə həmin yerə minamyot düşmür. Yəni, ona görə biz istiqamətimizi seçə bilirdik artıq. Və keçdim, həmin o Dostluq bulağının yanında bir çay daşından hasar var idi. Keçdim, kürəyimi söykədim ora. Bir görməcə var idi, bir də çox dərin olmayan bir səngər var idi. Və yaralanan filan, başından qan axan bir az yaşlı deyərdim də, belə çox böyük olmazdı. Çünki qan düzdür, sifətini tutsa da hiss eləmək olurdu. Hündür bir oğlan gəldi, diz çökdü yanımda. Dedi ki, mənə kömək elə. Yəni, əlimdən nə gəlirdi, bir dərmanım, bir şeyim yox. Sadəcə bint var idi əlimdə. Binti bir tərəfini topa elədim, qoydum sol gözünə, bağladım ki, ən azı qanın axışını biraz qabağını alım. Keçdim yola ki, görün bir maşın var, bir şey mi var mı, nə ilə göndərə bilər, yəni əlimizdən bir şey gəlmir artıq. Və qayranda həmin yerə artıq uşaq keçinirdi. Mən qaldım həmin yerdə bir müddət. Və orada bir plakat var idi, görmüşdüm, Arakel yazılmışdı üstündə. Çəfrımsı yol Hadrut'a tərəf gedirdi. Və gördüm arxadan 2 nəfər düşür, təpənin yüksəklikdən 2 nəfər düşür. Gəldi yaxınlaşdırır mənə, sən kimsən, özümü təqdim elədim. Onlar da formada bilinmir, zabitdir, yaxud da gizlidir, nədirsə. Yəni, kaskalarında olan kameradan bilim ki, bizim xüsusiyyətlərimizdir. Dedim, bəs plan öz hərbi hissəmi, yerimi dedim. Dedim, bəs mən buradayam. Dəstəmizin yarısı postdadır, yerdə qalanlar da şəhid olub, tək qalmışam burada. Dedi, qoşul bizə. Çıxdıq yola. Və gördük, bunların maşınlarında xüsusiyyətli maşınları var. Onları da ermənilər artıq vurublar. Və keçdi, hasarın qırağı kənarı ilə getdi. Bir Kamaz yanmışdı. Kamazla digər hasarın arasında biz oturduq orada. Bir polkovnik var idi, axsaslı idi. Söhbət elədik, əməliyyat rəisi səfərimizə. Dedi, oğlum bu dəqiqə Laçında döyüşür. Oktyabr ayının 7-si və dediyim kimi tankların hücumunun qarşısını aldıq xüsusiyyətlər. Artıq döyüş biraz səngidir və 5 şəhidimiz var idi. Xüsusiyyətlər artıq vurulmuş tankları gətirdilər. Biri ikisi səfərimizə sürə-sürə gətirdilər. İkisi artıq desən sıradan çıxmışdı. Onları gətirdilər və şəhidləri onların kənarlarına sürmüşlər tankı. Gətirdilər Cəbrayıl mərkəzinə və onları yerdə ardıcıllıq uzatdılar bir-birinin yanında. Üstlərini örtdülər ki, birdən axşam heyvan filan yaxın gəlməsin. Yenə axşam atışma başladı. Mən orada bir dediyim kimi bir kafe var, Dostluq bulağının yanında. Kafe içindədirsə belə bir tipli bir şeydir. Onun içindəyi pəncərələrə qara asdılar ki, görsənməsin içəridən, işıq kimi görsənməsin, işıq düşməsin və yaralılar var idi. Bir xüsusiyyətlərin bir əsgəri arxadan qəlpə cırmışdı. Yəni, ağrıdan dözülməz ağrısı var idi, qala bilmirdi. Həddindən artıq dəhşət, yəni zarıyırdı, qala bilmirdi, dözülməz ağrı idi. Birinin kürəyi kəsilmişdi, bir də bağlar döyüşürük, problem yoxdur. Yəni,
qolu kəsilən, yəni dünya aləm bunların vecinə deyildi də. Biz post almalıyıq, biz falan şey eləməliyik, sadəcə məqsəd. Və onlardan öyrəndiyim 2-3 gün onların içində oldum, onlardan öyrəndiyim nə oldu? Ölmüş gəşini öləcəksən. Və bu mənə çox böyük kömək oldu, döyüş zamanı, çox kömək oldu. O səbəbdən digər döyüş yoldaşlarıma da bunu aşıladım və həqiqətən də bizim dəstə çox böyük zirəklik göstərdi, çox böyük fəaliyyətləri oldu. Deyəcəm, növbəyən deyəcəm, yadıma düşdükcə. Döyüş elə bir şeydir ki, yəni danışdıqca yada düşür, yəni bir kitab kimi sadəcə oxuyursan. Və axşam səhər çağı oldu. Deməli, atışma dayandı artıq, səhər açıldı. Ustayətlərin əsgərləri hamısı yorğun. Orada divan kimi bir yer, divan var idi. Oturmuşdum divanda. Üzbəüz qapı ilə üzbəüz idim. Qapı açıldı. Bir general leytenant girdi içəri, daxil oldu. Yəni özümdən yüksək vəzifəyə çox, polkovnik yüksək vəzifəyə görmədiyimə görə, yəni general leytenantın belə bir çətin bir məqamda, çətin bir yer döyüş mövqeyində olması mənə biraz həm ruh verdi, həm də təəccüb gəldi. Qalxdım, hərbi salam verdim. Gülə-gülə dedi ki, otur mənim balam, otur. Mən keçdim yerdə oturdum ki, generalımız otursun. Mən bilmirəm bu general kimdir. Oturdu divanda, dedi siz kimsiniz, bu özü təqdim edin. Onlar ki, biz xüsusiyyətləri falan dəstəsi. Dedi hamımız, dedi yox, mənə göstərdi, bu kişi bizdən səhər kimi xidmət aparır. Baxdı mənə, dedi ki, hardansan? Deyirəm ki, Həzaslamın yerisiyəm, cənab general. Güldü, lap yaxşı. Evlisən, deyirəm, bəli, falan yaşında oğlum var, falan yaşında qızım var. Dedi, Allah sağlasın, neçə yaşın var ki? Deyirəm, 36. Yəni, çağırış 35 idi. Dedi, könüllü gəlmişsən, deyirəm, bəli, cənab general. Sənin toyuna da buyur, yaxşı. İnşallah gedən kimi birinci qardaşım, onsuz birinci dəyəcəyimiz yer tabor komandirimizin məzarı olacaq. Allahın izni ilə. Sonra Sabirabadlının evi olacaq. Sonra bizdən də sonra siz. Sən hardan idin? Əgər bir Cəlilabad gəlirlər, biz yox. Birinci Cəlilabad. Qoyun söz verib ha bizə qardaşım. Qoyun kəsiləcək. Bax, buralarda aldığımız torpaqlardan hamısı. Bax, bütün dağlı ərazilər. Bu da Cəbrayıldır. Bundan o yüzden da yarıya kimi almışıq Qubadlı. Yarısı qalıb. İnşallah elə gedəcək. Zəngilan, Qubadlı. Baxın. Baxın, Ağcabədiliyə bax hələ. Can. Gəl lan, hamını çəkəcəm, gəl lan. Can. Həqiqətən bizim generalımız orada olan vaxtda ermənilər minatanları ateşə tutdular. Biz belə deyək də qucaqladıq ki, cənab generalımıza bir şey olmasın. Yəni belə bir yerə gəlib general özünü təhlükəyə atır və ordumuzun artıq gücünü, qüdrətini mən onda daha çox anladım və bunlar hamısı da mənə ruh verir təbii ki. Və atışma səngidi, general xəbər verdi, mənim xəritədaşlar falan koordinat verdilər. Həmin vışqa vuruldu. Onların da bir başqa bir... General kim idi? General, deməli, həmin vaxtı mən bilmədim, soruşmadım da və onu da deyim, əskər piçenisi. Əskər taxta piçeni generalımız yedi. Böldü, mənə də uzatdı. Və generala məlumat verilir ki, xüsusiyyətlər, bəs 5 dənə şəhidimiz var, maşın problemi var, şəhidlər göndərmək lazımdır və xüsusiyyətlərin başqa bir ki, filan yerdə bir matador deyildilər, batıb səngərə. Yəni, ermənilərin səngərə çox dərin idi. İllərdə orada hər şeyi qurmuşlar, şəhid qurmuşlar özlərinə. Çox dərin səngər idi və həmin bronirov maşının, zirehli maşın batıb səngərə, onu çıxartmağa çıxartsaz, mən apara bilərəm, mən sürə bilirəm. Nəyəcə getdiyi həmin yerə, o maşının da kənarında külünç filan lapatka var. Biz götürdük onları. İndi bunun ağırlığının qaza-qaza orada dağılmış evlər var idi. Kubik gətirib qoyuruq, çay daşı qoyuruq bunun altına. Yavaş-yavaş çıxartdığı maşını biz artıq təqribən bir yarım saata çəkdik onu çıxarmaq oradan. Çıxartdıq, artıq şəhidləri qoydular maşına göndərdilər və postda olan digər döyüş yoldaşlarım düşdü. Axı mən postları bilmirdim, həmin vaxt orada aləm dəymişdi bir-birinə. Demək olar ki, Stalingrad müharibəsi idi, yəni filmləri görmüş ki, eyni Stalingrad müharibəsi, qırıcı gərməni boşaldır, minamet bir tərəfdən atır, snayper bir tərəfdən, ermənilər yəni dəhşət, vəhşət yaşatırdılar orada. Və döyüş yoldaşlarım düşəndə postdan qucaqlaşdıqları, görüşdük. Dedim, hansı postdadır? Dedi, yuxarıda 41-45-in postundan yuxarıdayıq.
Bəs yaxınlaşdım ki, cənab general, bəs mən digər yoldaşlarımı gördüm, onlarla posta qalxıram. Dedi, get mənim balam, get. Xüsusən nəfərin uşaqlarından birindən soruşdum ki, general kim idi? Dedi, Kərim Vəliyev. Həqiqətən də elə şücaətli generallarımız, zabitlərimiz olduğu halda, əlbəttə təbii ki, heç bir ölkənin qarşısında biz əzilmərik, Həsən vətənpərvərliyimiz də öz yerində. Və artıq posta qalxdıq, posta da biraz çətin anlar oldu. Susuzluqdan əziyyət çəkirdik. Növbəli şəkildə uşaqlar düşdülər ki, biz suya gedirik. Mənim bad edirdilər, döyüş yoldaşım. Muradov İbrahim Cəlilabaddandır. Yəqin ki, o da izləyər verişi. Muradov İbrahim də getdi, dedim, sən get suya, mən buradayam. O da bütün deməli, necə gedirdilər? 2 nəfər silahla gedir, 3 nəfər yük daşımaya görə silahsız gedirdi. Düşdü aşağı, mən qalmışdım orada. Bu da patsumkasını qoydu, silahını qoydu, bir də yük çantasını qoydu yanında. Həmin anda necə oldusa ermənilər həmin yerə atəş açmağa başladılar. Və mənim Səngərdə qaza bilmirəm, çünki Cəbrayılı bəzi yerə çox qayalıqdır deyənə, Qubadlı elə deyil, Cəbrayılı çox qayalıqdır deyənə, yəni lapatka işləməyən yerlər var idi. Çox az bir hissədə qazmışdım Səngərimi və Səngərim təpənin bu tərəfində mənə deyək də, məsafə olaraq götürsək bir 50 sant o tərəfə düşdü. Sadəcə qaya parçası idi, yəni mənə tərəf gəlmədi onun qəlbəsi. Qayaya düşdü, parçaladı, mina atanlardı, minamyot. Və mənim orada, belə deyək də, qulaqlarım çingillədi. Sadəcə başımı tutmuşam, ancaq Allaha çağırıram. Yəni, sonra nə olacaqsa olacaq. Yəni, artıq bilmirəm nə olacaq. Və digər uşaqlar da postda qalıblar. Orada belə bir daldanacaq kimi yer var idi belə. Onun arxasından da oranı vura bilmir ermənilər. Onlar da oradan şoka düşüblər. Yəni danışandan sonra biz bu hadisə olandan sonra onlar söhbət etdilər. Biz elə bil ki, sən öldün. Uzun müddət biraz hərəkətsiz qaldım. Sonra gördüm ki, qulaqlarım açıldı və gördüm hər şey dayanıb. Götürdüm döyüş yoldaşımın patsumkasını, silahını filan gətirdim, 50 metr bu tərəfdə qoydum, təzədən qayıtdım özümkiləri gətirdim. Təzədən bunu yenə apardım, 50 metr o tərəfdə qoyum, yenə özümkiləri gəldim apardım. Belə onun döyüş əmanətlərini belə gətirdim, çatdırdım. Uşaqlar deyir, biz nə hayda, sən nə hayda, qoca deyirlər, mənə ləqəbim qoca idi. Yaş tamamını böyüdüm, qoca deyirlər, özləri qoca deyirlər. Biz səni fikirləşir, sən ölmüsən orada, sən düşmüsən patsumka silah, dedim, o bu döyüşdə, dövlət bunu bizə verib də. Dedi, silah olsa zaten burada da, ermənilərin silahları da var, silah götürək, sənin canın, yəni sən daha vacibsən silahdan. Dedim, yox, bu əmanət idi, gətirdim, çatdırdım. Və başladım uşaqlara biraz aşılamağa, çünki yaşım da az deyildi, biraz həyat təcrübəsindən, biraz döyüşdən, vətənpərvərlikdən və dedim ki, yazdığım vətənpərvər şeylər var idi, yadımda qalanlardan uşaqlara deyirdim. Belə uşaqlar ətrafında daha sıx toplaya bildim. Və zabitlər də bunu müşahidə edilər ki, mən zabitə nə lazımdır? Yəni, hamısı bir yerdə olsun, səpələnməsin. Zabitlər gördülər ki, artıq yəni, mən ətrafıma toplaya bilirəm əsgərləri. Bir mayor var idi, Asif idi səbəbimiz adı, o bizim yanımızdaydı. Artıq aclıq başladı. Yəni ki, qınamıram, yəni təminat gətirə bilmirdilər yanımıza. Çünki hansı maşın hərəkət eləyirdi, ermənilər vururdular minatanlardan. Yəni onu da qınamıram. Amma çox ac qalmışdıq. Və komandirə dedim ki, komandir, mənə icazə verin, gedək aşağıda əsgərlərdən götürüm. Aşağıda ermənilərin mağazası var, hər birisindən yanında görmüşəm. Gedək oradan bir şey götürək gələk. Dedi, Salayev, hardan gedəsən, hansı istiqamət? Dedim ki, panellərin arasına gedəcəm, oranı minamyot tutmuş və kəndin içinə girərəm. Kəndin içinə aşağı dərəyə düşürəm, dərə ilə gedəcəm, narahat olmayın, yəni istiqaməti bilirəm. Yadımda saxlamışam. Dedi, yaxşı, sağ-salamat get qayıt. Yenə götürdüm 4 əsgər özümdən, ikimiz silahlı, 3 nəfər də ortada yük daşımaq üçün götürdüm. Gəldik, çatdıq marketdə. Bir dəqiqə içində də nə götürə bilərsən? Girdim marketə, bir salfetka karobkası var idi. Çığırdım, boşaltdım onun yerə. Tutdum bucağımda, vitrində nə, bafle piçeni, nə varsa süpürüb tökdüm onun üçün. Çıxanda kletka su filan bir yüngülvari bir şey götürdük. Qayıtdıq posta. Daha sonra gecə ilə bizi istiqamət dəyişildi. Qubadlıya gəldik, oktyabr ayının 19-u idi səfərimizə. Oktyabr ayının 19-u gəldik Qubadlıya. Qubadlıda deməli, gecə bir yerdə qaldıq, bir təpə idi, təpənin ətrafında. Həkərçayın kənarı idi bir, orada zapravkada səfərimizə var, yanında doldurma məntəqəsi var idi. Ona yaxın bir yer idi. Hər saatları idi artıq, təqribən 10 olardı. Biz düşdük təpənin aşağısına. Ermənilərin qırıcıları qalxdı havaya.
Qızlar qalxdı, mərmiləri boşaldılar həmin yer, həmin əraziyə. Min atanlar bir tərəfdən, qızlar bir tərəfdən. 3 maşın gəldi və 3 dənə də BMP gəldi bizim ordunun və ki, əsgərləri oradan istiqamətini dəyişməyə. Daha artıq qabaqda bir açıq tarla kimi bir yer var, orada döyüş gedəcək. Və Astaran Səncəli kəndindən komandirimiz var idi, Mayor Kamran Fərəcov. O da şəhid oldu. Özü asma xəstəsi olaraq gəlmişdi döyüşə. O dedi ki, Salayev, gəl sən də bu BMP-yə min. Mən dayanmışam. Mən dediyim kimi tibbi savadım var idi deyənə bir ermənilərin hərbi hissəsindən bir məktəbi çantası götürmüşdüm və evlərə girirdik, orada hər şey var idi demək olar ki, hər şey var idi. Sadəcə mən tibbi savadım olan dərmanlara baxırdım. Yəni istifadə müddəti bitməyibsə götürürdüm. Lazım nə olacaqsa termometr götürdüm. Həm yanıq üçün dərman götürdüm. Cürbəcür şeylər götürdüm və bir su qızdırmaq üçün qabım var idi. Bir də dəmir stəkanım var idi. Onlar hamısı sumkanın içində idi, çantanın içində idi. Mən təpədə yan sol çiyin üstə dayanmışam və sumka da baş tərəfimdədir. Elə bir ki, ani bir şey oldu. Yəni dediyim kimi kimsə elə bir ki, deyir sənə ki, bunu belə elə. Ani bir qərar, sumkamı çəkdim başıma. Başıma çəkməyimlə dəmir səsi gəlməyə oldu. Qəlpə, sən demə, gəldi, dəmir stəkana dəydi, sumkamda olan, çantamda olan dəmir stəkana dəydi, qayıtdı. Yəni ani bir şey, mən başıma çəkməsəydim, o qəlpə mənim beynimdə azaddır. Yəni döyüş yoldaşlarıma göstərdim həmin sumkada ərinmiş yeri sintetik olduğuna görə. Onlar özləri də mat qaldılar ki, həqiqətən də möcüzədir. Və artıq elə bir ki, bizim eşqimizi Allah qoruyurdu. Vətəni azad etmə eşqimizi Allah qoruyurdu. Hər bir anda bizi xilas edirdi. Təbii ki, şəhidlər də olmalıdır döyüşdə. Döyüş şəhid olur. Çünki biz bu qədər dözmüşdük, artıq bu eşq bizdə alovlanmışdı. Amma çalışırdıq ki, sağ qalaq ki, öldürək. Torpaqları, onların bizə elədikləri yadımıza düşürdü. Gözün qabağında şəhid olan komandirlərim, döyüş yoldaşlarım, eyni qabdan yemək yediyimiz şəhid oldusa, onlar bizim xatirəmizdə heç vaxt çıxmayacaq zaten. Və həmin anda biz artıq mindik BMP-yə və çayı keçdik, Həkəri çayı keçdik və qırıcılar yenə də öz mərmilərini boşaltdılar. Hətta BMP-nin arxasında balaca pəncərə olur, uzun. Oradan görürük necə düşmür. Bizim BMP-nin digər BMP-nin arasında düşməyini də görürük. Qalxdıq təpənin yuxarısına, artıq bizim digər dəstəmiz orada, bizi yuxarı qalxmalı. Bizə dedilər ki, desant heyətisiniz. Mən deyən düz təbii ki, başım çıxmır, desant nədir? Sadəcə mən həmin BMP-nin kimi tapşırılmışsa, mən onun əmrlərini icra eləməli idim. Saxladılar BMP-ni, bizə bizi göstəriş gəlməli ki, biz qalxmalıyıq yuxarı. Və saxlamışdıq, düşdük oradan və gördük ki, yaralı gəlir. Yaralılar gətirir, uşaqlar yaralı gətirir. Mən də həmin çantanı, dediyim çantanı artıq tullanmışdım. Çünki deməli dedilər ki, bu döyüş son döyüşdür. Yəni buradan çıxma ehtimalı çox azdır. Çünki açıq tarladır, iki tərəfdən erməni atır. Ortada da həmin yer. Və gördüm yaralı gəlir. Mən həm sumkanı artıq tullamışdım. Karvalon var idi onun içində. Gördüm uşağın halı çox pisdir. Təzədən qaçdım arxaya. Həmin çantanı tapdım, gətirdim. Su yoxdur, suya qatıb verməliyəm. Yol kənarında bir balaca bir butulkanın içində biraz su var idi. Yaşını soruşdum nə qədərdir. Damcını əlavə elədim, verdim, biraz özünə gəldi. Başqa bir yaralı gətirdilər artıq. Mən buna məşğul olan vaxtı 5.45 gülləsi böyründən girmişdi, kürəyində qalmışdı. Və əl toxunanda 5.45 gülləsi rahat bilinirdi. Və bunu bir tərəfdə uzatıb dedim, hərəkət eləmə. Yaralıları biz onları maşınına verdik, təxliyə elədik. Gecə qaldıq orada. Daha sonra istiqamət dəyişdirdik. İstiqamət dəyişdirdik, bizi başqa bir yerə apardılar. Həmin yerdə deməli bağlı bir yer idi. Ağaclar var idi, yəni bir market idi, nədirsə belə bir şey var idi. Həmin vaxtı Leytenant Ülvi var idi, dediyim Lənətəpədə mənim yanımda olan. Qan yaralanıb, üstü qandı. Döyüş yoldaşlarım dedi ki, bəs sən buna fikir ver. İmamverdiyev Amil, Masallı rayonundan idi. İmamverdiyev Amil ki, bəs qoca komandirin yanında qal, biz gedək yemək falan gətirək. O da yemək gətirmişdilər. Bozbaşı nəsə belə bir şey. Mən qalmışam komandirin yanında, üstünə ədyal atıblar. Leytenant deyir ki, desəm bu şeydir, mən yaralanmışam, qandır üstündə. Ağrını hiss edir, amma tam yenə də ölmək istəmir. Yəni o an başqa bir şey. Dedim, xeyr, yaralı deyil, o qan deyil. O ədyal yaş idi, məcburiyyətdən bunu tapdıq, üstüzə atdıq. O nə deyə bilərəm, başqa bir şey deyə bilmərəm. Ən azı bir təsəlli olsun.
və isti anda təbii ki, yağını hiss eləmək olmur. Nəsə yeməyə gətirdi, mən 2 qaşıq verdim leytenanta. Məndə deməli bir çökək yer var idi, oradayam, yanında bir ağac var. Nəsə bir digər yeməyə gəldi, başqa bir yoldaşıma ötürdüm. Bir yemək gəldi, yenə başqa yoldaşıma ötürdüm. Uşaqlar dedilər ki, bəs qoca sən özün də bir şey ye. Elə qab əlimdə idi, plasmas qabı idi, tək istifadəlik. Qaşığı vuranda ani bir partlayış oldu, bilmədim nədir. Və sonradan bildim ki, qırad atdılar ora. Ermənilər qırad atdılar həmin yerə. O maşının dalınca raket var idi, qırad. 3 dənə qırad atdılar həmin yerə. Və onun zərbəsindən mən qulaqlarım partladı, sol dişim travmalı. Hələ maneə də olsa aramızda onun zərbələri dalğasının qabağını kəsə bilmədi. Çox güclü bir partlayış vardı. Artıq minamotu çünki öyrəşmişdik. Minamotu bir üçün adi idi, ana layihəsi kimi idi. Məsələn üçün okopda minamot gəlir, artıq tuturduq səsindən ki, məsələn üçün fit verirdi. O fitlə döyüşdə olanlar bilir, o fitlə bilirik ki, bu hansı istiqamət artıq keçdi, bizi keçdi yoxsa keçmədi. Amma o qırad mən görməmişdim, qırad zərbəsini və həqiqətən çox pis idi. Qulaq pərdələrim cırıldı. Deməli, Ramiz adında bir uşaq İsmayıllıdan idi. O girdi mənim qoluma. Sadəcə görürəm, heç bir şey eşitmirəm, amma beynimdə bir cırcırama cırıldayır. Bax, heç bir şey eşitmirəm, ancaq sadəcə görürəm. Vizual olaraq hərəkət edirəm. Girdi qoluma, bir çəkdi məni yola tərəf. Öz badimi axtarıram. Cəlilabadda olan dediyim döyüş yoldaşım axtarıram. Ancaq Muradov qışqırmışam. Özüm eşitmirəm dediyimi, ancaq bilirəm ki, Muradov qışqırıram. Məsələn, Muradov eşidib mənim səsimi gəldi yaxınlaşıb, qucaqlaşdıqca, bu da sağdır, mən də sağam. Yaralanmaq vecimizə dərs olsun, sağ qalaq. Qucaqlaşmışıq, ağlayırıq. Nəsə biz çəkdi, o Ramiz dediyim oğlan İsmail'dan. Çəkdi yolun kənarında, orada oturduq bir yerdə, kanal kimi yer vardı. Nəsə bir-birimizə sıxılmışıq, qalmışıq ki, görək axırı nə olur. Artıq belə bizi yuxu aparıb. Səhər açıldı, artıq itlərin hürüşməsini eşitdik. Səhər 6 orandıq, qalxdıq. Mais Bəxtorov gəlmişdi ora. Mais Bəxtorov gəldi, ustanətlərdən də var idi bəzi yanında. Artıq biz kompleksləşdirdi bizi. Orada yol kənarında piçeni filan var idi. Quru ərzaq payızatı, suxoy payıq deyirlər. Ondan var idi. Bir şey atışdırdıq özümüz üçün ki, özümüzə gələk və mindirlər bizi maşınlara, istiqamət verirlər. Və Qubalda da ən çətin döyüşümüz getdiyi yerə. Qalxdıq həmin yerə, yaxınlaşdıq təpəyə, çıxdıq yuxarı. Artıq gördük orada bəzi bizim bölüyümüzün digər dəstəsi də oradadır. Biz də qalxdıq digər təpəyə. Mövqeyləndik, səngər qazdıq özümüz üçün. Və orada, bilmirəm, həmin qardaşı inşallah sağ olar. Qayıtdı dedi ki, səhvimiz Azərbaycan sülh məramlardan idi, ya xususiyyətlərdən. Sülh məramlı xüsusi təyinatlardan. Bəli. Qayıtdı ki, bu kişiyə bal verin. Mənə dedi, təbii ki, mən durub orada bal axtaran deyiləm. Görmüşdü çünki Cəbrayılda bir dəfə rastlaşmışdıq onunla, görmüşdü məni. Və keçdim arxaya, gördüm bir qabın içində pendirdir, bir də çörəkdir. Soruşdum, çörək adama nə qədər hesabına götürülüb? Dedi ki, adama para çörək. Dedim, onda mən bir çörək bütöv götürəm, çünki 2 nəfəriyik biz. Biraz pendir götürdüm, bir dənə çörək götürdüm. Gəldim səngərə, o Muradov İbrahim də səngəri qazır və çörəyi qoydum yanında, düşdüm mən də biraz kömək edeyim. Dedim, Muradov, gəl biraz çörəyi yeyək, sonra qazarıq da, biraz bədənimizdə güc olsun. Mən sonra bu diş biraz da qazım sonra. Mövqeyləməsi biraz dərin qazmalı, çünki aşağı artıq erməni görürük biz. Çörəyi qoydum, düşdüm səngərə, biraz köməkli edeyim. Minamyot gəldi, düz həmin pendir çörəyin üstünə düşdü. Pendir çörəyi də getdi, qaldıq ac. Nəyəsə, axşam çağı oldu, bizə göstər. Ondan əvvəl, hələ axşam düşməmişdən əvvəl günorta saatları idi təqribən. Aşağıdan bizim maşınlardan biri gəlir, əsgər gətirib bizə dəstək gəldilər. Çünki az idik biz. Dəstək gəldilər aşağıdan və həmin maşını təyir raketi ilə vurdu ermənilər. Əsgərlər onun içində şəhid oldu. Maşın partladı. Bizim əsgərlərimiz. Artıq ikinci maşın da yaxınlaşır. Biz atəş açdıq ki, aşağı avtomatdan. Ki, eşitib səsi gəlməsinlər. Ki, təhlükə var. Yəni, eşitmədilərmi, yoxsa necə çəkinmədilərmi, necə deyim, bilmirəm. O da gəldi. O da qalxdı yuxarı, 10 raketlə vurdular. Amma onun içində sağ qalanlar oldu. Çünki raket tam partlatmadı onu. İçində sağ qalanlar da oldu. Bunlar da ayrı bir vəhşət. Və axşam saat düşdü, bizə dedilər ki, düşün aşağı, istiqamət verdilər bizə. Düşdük aşağı, gəldik, ermənilər qaba-qarşıda səngərləri var. Biz otun üstündə uzanmışıq, sahə kimi, taxıllıq kimi bir yer idi.
uzandıq oradan mövqeyiləndik. Mənim sağ tərəfimdə Tural Qurbanovdur, baş leytenant. Sağ tərəfində Masaldan Toğrul, Nəzəfov Toğrul. O PKŞnikimizdir, PK atanımız idi. Digər əsgərlər də hər istiqamətlənib. Biz Qurd qapanı kimi gəldik. Aypara şəklində gəldik, həmin yerə yaxınlaşdıq. Amma bizim sol tərəfimizdə olan digər uşaqlarımız ermənilərin səngərinə daha yaxın idi. Çünki səngər biraz maili idi. Atışma başladı artıq. Biz görmürük, sadəcə güllə gələn istiqaməti yadımızda saxlayırıq və biz təşlik atırıq ki, yəni bizim xam əsgər olmamızı bilməsin. Və atışma başladı. Onlarda bir çəhrayı rəngdə bir fişəng buraxdılar havaya. Çəhrayı qırmızı belə bir şey. Hava işıqlandı. İşıqlandı, artıq biz onları gördük, onlar bizi gördü. Və gördüyümüz yerə həyatda saxladıq. Onların bir pulemyotçusu var idi, imkan vermirdi göz açmağa bizə. Bir maşın gəldi o. Bir maşın gəlir, yaxınlaşır artıq. Bunlara dəstək gəlir və maşın gəlib çatır. Biz başladıq maşına atmağa. Maşına dəyən güllənin səsini belə eşidirik. Yəni o qədər məsafəmiz var. Bir də leytenant Qurbanov var idi yanımızda. O Masaldan səfərimizə. İndi hazırda Masalda müəllim işləyir və o dedi məni qoruyun. 2 dənə əl qumbarasını çəkdi və qaçdı, düz atdı həmin ermənilərin pulemyotçusunun üstünə. Onu zərərsizləşdirəndən sonra artıq ermənilərin ki, qolu qanadı sındı və biz başladıq hücumda güclənməyə. Və artıq atışma, onları saxladılar, dayandırdılar atışmanı. Onların gələn maşınları da arxa-arxaya gedirdi, çəkilirdi arxaya. Və bizim yaralılarımız oldu orada. 2 zabit, 4 əsgər, Səxavət, Qərəcə rəsmimiz, bir də ki, Qurbanov, Tural, böyük tağım komandirimiz. Onlar yaralandı və 4 əsgərimiz yaralandı. Və yaralıları uşaqlar kimi ki, bədənli uşaqlar idi, onlar aldılar çiyinlərinə. 2-3-cü silahını mən götürdüm ki, silahlar da artıq lazım olacaq. Çünki bunlar artıq hər bir qospla gələcəklər, biz silahlar bizə lazımdır. Və həmin qalxdıq yuxarı təpədə mövqeyləndi. Gözlədik ermənilər əks hücum eləyərlər bəlkə də. Amma əks hücum olmadı. Əks hücum olmadı, səhərə kimi biz gözlədik. Artıq həmin vaxtdan biz istifadə edirik ki, çünki o ermənilərin yol kənarında dolu idi patronlar, qumbaralar falan. Götürürdük biz həmin kağızlardan o güllələri açırdıq, doldururduk. Əlimizdə hərəmizin 5-6 dənə mağazinimiz var idi. Orada mağazin külçə qızıl dəyərində idi, belə deyim. Çünki həyatın ondan asılıdır. Onun bir dənə varlığı çox bir şey deməkdir. Və mağazinlərin hamısını hazırladıq, doldurduq, qoyduq cibimizə. Bəziləri 2-2 bağlamışlar mağazinləri, hərəkət etməyə rahat olsun. Çünki həmin anda onu deyim, yəni atışırsan, mağazin qurtarır, uzanırsan arxaya, təzədən mağazini doldurursan, təzədən atışırsan, o həmin anda güllələr sağ-sol keçir, başının üstünə keçir, sənə dəymir. Böyle bir qorunan bir təbəqə bizi əhatə eləmişdi. Və biz bilmirdik nəticədən erməni öldürmüşük, nə qədər adamın üstünə getmişik. Səhər açıldı, səhər düşdüm aşağı, hamımız düşdü aşağı ki, susat götürməyə. Qumbara falan da var idi, artıq orada hər şeyi açdıq, qutusunu. Götürdük qumbara falan, polun hazır oldu və bizə dedilər ki, siz qalxın daha yüksək mövqeyə. Daha yüksək mövqeyə qalxdıq. Orada Şükür Həmidov oradaydı. Polkovnik Milli Qəhrəman şəhid oldu, oradaydı. Barmaqlarını keçmişdi, branjlı təbələr, təpənin qalmışdı. Ətrafında əsgərlər var idi, səngəri, bəs geniş qazılmış səngərlər idi, 4-5 əsgərlər hərəsində uzanmışdılar. Qalxdı ki, bəs gecə döyüşündə olanlar kimdir? Biz ərzdə qaldı ki, bəs biz gecə döyüşündən gəlirik. Sadəcə olaraq yaralarımız da var idi, onları aparanlar da var idi. Təbrik edirəm sizi. Bəs mən kəşfiyyatçım sızmışdı onların içində, onların danışığını işləmişdi. Bəs 46 nəfər öldürmüşsünüz, qalanları qaçıb erməniləri. Biz bildik ki, onda artıq 25 nəfərdən daha çox əsgərin üstünə getdik, mənim üstünə getmişik. Və bu bizi qorxutmuyor. Və daha sonra ermənilər həmin yeri yenə vurdular. Həmin yeri vurdular. Şükür Həmidov orada şəhid oldu. Şəhid oldu artıq. Bizim istiqamətçi dəyişdilər, yenə başqa bir, daha qabağa apardılar. Apardılar Qubaltıdan, hardasa demək, Ermənistanın rəsmi sərhədinə yaxın idi, belə deyək. Yaxın bir yer idi, təpənin o tərəfi artıq Ermənistan idi. Orada bir qüllə var idi, qırmızı, ağ xətli bir qüllə var idi, bilməm dəqiq haradır ora. Həmin təpədə istiqamətlərində bizim digər dəstəmizi verdilər yolun o tərəfinə. Həmin yol Qubaltı yolu idi. Ermənilərin əlində idi hal-hazırda, onların əlində idi həmin dövrdə. Bizim digər dəstəmiz orada, biz də bu təpənin üstündəyik və gördük ki, maşınlar gəlir həmin yolla, erməni maşınları. Gecə öldürdüklərimizə dəstək edirlər. Və bir maşın
sarı cip kimi bir şey idi. Onu vurduq. Maşına gəldikcə digər əsərimiz oradan, biz də bu tərəfdən. Bir dənə maşını vurduq. Sanitar maşını gəldi, vurduq. İki dənə Ural kimi maşın gəldi, vurduq. Biz vurduqca maşınlar bəzi sıradan çıxıb, bəzi sürüşür yoldan gedir dərəyə tərəf. Və artıq Qubadlı yolunu götürdük. Qubadlı yolu keçdi Azərbaycan ordusunun əlinə. Orada şəhidlərimiz oldu. Ermənilər artıq bunu görəndən sonra bizim koordinatımızı dəqiq bildilər maşınları vurandan sonra və hücum elədilər minatanlarla. Snayper də atırdı hətta. Yaralarımız oldu. Ağacabəddən Köçəriyev Rəşad diz qapağı dağılmışdı, ayaq çevrilmişdi. Gəldim ora, ona kömək elədim, ki, şalvarını cırdım, çıxartdım dizdən aşağı, patinkanın iplərindən açdım, bir yuxarı ətrafdan, aşağıdan, dizdən aşağıdan bağladım ki, qan bədəndə qalsın və çay daşı qoydum, ayağını düz saxladım ki, Rəşad, tərpənmə, bir də yatma, çağıranda sənə cavab ver. Sonra dediyim, Nəzəfov Toğrul qolundan qəlpə kəsmişdi, qan qışqırırdı qalından. Mən gələnə qədər bint bağlamışdı, amma yenə qan gəldi. Mən gəldim, binti bağladım, digər başqa bintlə bağladım və boynundan astım ki, biraz əl bükülü qalsın. Və deyirdi, məndə qan azlığı var. O qan azlığı özdə bir çətin bir şeydir döyüşdə. Bir şoka düşmüşdüm və bir Ağcabəddən başqa bir uşağa, Fəryad idi səhvimiz adı. Qarnı cırıldı. Ermənilərin minatanların zərbəsinin səsindən qarnı cırıldı. Qarnı cırıldı, gəldim bunun yanına gördüm. Artıq bu. Son sözü mənə bu oldu. Qoca gördün də. Başqa heç nə deyə bilmədim buna. Düşdüm aşağı uşaqlardım ki, yəni vaxt itirməyə dəyməz. Bunu bir çatdıra bilməyəcək, zaten bu yerində şəhid olacaq. Başqa bir Həsən idi səhvimiz adı. Ağcabəddən, o evli idi, qızları var idi. Onu yarı yola kimi çatdırdılar uşağı, yarı yolda qan itirmədən şəhid olmuşdu. Amma Toğrulla Rəşadı biz çatdıra bildik. Çünki məsafə çox uzaq idi. Artıq 5-6 bəlkə də kilometrdən çox idi aşağıda olan yerə. Gecə ilə apardıq, onları çatdırdıq və özümüz üçün su, çörək filan götürdük, abadını qayıtdıq öz postumuza. Və gecə ilə biz qaldıq orada, səhər çağı, səhvimizə oktyabrın 29 idi, səhər çağı biz gecə istiqamət verdilər ki, bizə biz posta getməliyik. Nəsə qalxanda həmin posta qalxdıq, sonra istiqaməti dəyişdilər. Və oradan mən qayıdan anda o torpaq otundan qum qarışıq, belə qarışıq bir şey idi və sürüşdüm. Sürüşdüm və üzü dərəyə aşağı gedirəm. Və gedəndə dəydim daşa. Dəydim daşa, ayağımıza dələdim. Ayağımıza dələndi və döyüş etməmişdən qabaq da ayağımıza dəydi, onun yadından çıxdı istədiyim. Bir ayaq salmışdım, amma bunu gedəndə hərbi komissarlıqda demədim ki, aparmayacaqlar zaten belə bir şey olsa. Və yenə də həmin yer zədələndi. Həmin yer zədələndi və artıq ayağım çox pis ağrıyırdı. Lənkərandan, İstanbul kəndindən Vasif var. Familiyası üzrüm yadına. Quliyev Vasif. Quliyev Vasif girdi qoluma, qaldırdı mənə, gətirdi posta. Dedilər ki, bəs səhər çağı gedəcək həmin istiqamətə. Qərar dəyişdi, səhər çağı gedəcək həmin istiqamətə. Səhər çağı artıq qalxandan yerindən, səngərdə də, boş səngərdə uzanmışıq. Branjlərdə sadəcə üstümə atıram, əynimi geyinmirəm. Sadəcə üstümə atıram, yatanda ki, gecə verəm, yanıma yatanda onun qabağını alsın. Səhər qalxdım, gördüm, yox, ayağım çox pis ağrıyır. Hələ komandirə bir söz demədim, bölük komandirinə. Onlar yığışdırdılar, çıxdılar, gedirlər. Mən arxada gələndə uşaqlar qayıtdılar ki, bəs qocanın vəziyyəti yaxşı deyil. Komandir nədir? Dedim, gəlirəm. Dedi, belə hara gəlsin? Gələ 2 nəfər də səni daşıyıb. Bu vəziyyətdə hara gəlsin? Qal burada, təminatı gətirən uşaqlar səni götürüb varsın aşağı. Təminat gətirən uşaqlar apardılar mən aşağı. Və düşdüm aşağıda, gördüm, digər leytenantımız var idi, İlkin Qəhrəmanzadə. Beyləqanlar səfəmisi, prokuror idi mən biləm. Prokuror idi, o deyəmiş döyüşə. Dedi, Salayev, şeydir, sən gəl aşağı, maşın gəlsə, səni göndərək aşağı. Dedim, komandir, qalmışam da burada. Biraz ayaqda belə bir şey yoxdur. Qulaqlarımın cırılmasını hələ bilmirəm mən. Düyüdə eşidirəm, amma qulaqlarıma əhəmiyyət verməlisiniz, gücüm vurmuşum, ayağa görə narahatam. Dedim, komandir, biraz qalın burada. Sonra gedərəm də mən, qalxaram təzən yerimə. Nəysə, bunlar patinkamız adımı çıxartdılar, ayaqlarımız adımı yuydular. Ki, artıq 29 gün idi, 30 gündə ayağımı patinka. Sonra gördüm, bizim snayperistdə vurdular ermənilər. Neftçalıdan idi, Əliyev Əli Qismət. Neftçalıdan idi. Onun qoluna şişmişdi qolu və onu gətirdilər. Onu gətirdilər, artıq
Sonra Xüsusiyyətlər gəldilər, bizi oturdular maşına, gecə ilə saldılar aşağı. Gətirdilər Cəbrayılın Qubalıda çayın yanına postu keçdik. Orada Xüsusiyyətlərdən var idi, onlar gördülər, biz ön xəttdən gəlmişik, bizə çay filan, su zad verdilər. Özümüzə gəldik. Də Hərbistan həyətində idim və zəng elədim evə ki, bəs necədir vəziyyət? Nə deyirlər, nə demirlər? Mən hospitaldayım, xəbərim yoxdur. Bəs uşaqlı qohumlardan biri var idi, Şuşada artıq Şuşanı almışıq. Bu inanılmaz bir şeydir. Çünki biz hələ gözləyirdik ki, biz döyüşün dayanmağını istəmirdik. Bir tərəfdən şəhidlərimiz olur təbii ki, amma başdan qalxmışdıq, axıra kimi getmək istəyirik, bütün torbaları azad eləyək, Kəlbəcəri filan. Dedilər televizora baxın, televizor yoxdur orada. Nəysə, həmin hərbiçidə televizor var. Televizoru açdılar. Uşaqlar eşitdilər hamısı bunu ki, bəs Qarabağ bizimdir, Şuşa azad oldu. İnanılsız sevinç gözyaşları hamısını boğurdu. Nəysə evə zəng elədim ki, bəs nədir məsələ? Belə bir şey televizorda deyir ki, televizorda göstərəcək. Nəsə açdı televizor baxıb gördü. Özümüz də eşitdik ki, artıq cənab prezident deyir ki, bəs Qarabağ azad oldu. Çox rahatladıq. Çox rahatladıq və artıq bütün bu əzab əziyyətimiz, şəhidlərimizin qanı yerdə qalmadı.